44 günlük vətən müharibəsi xalqımızın arasında yaşayan qəhrəmanların hər birini üzə çıxartdı. Qorxmadan, bir an belə geri çəkilməyi düşünmədən, düşmənə sarsıdıcı zərbələr yetirən oğullarımız, Qarabağın illərdir davam edən işğalına son qoymuş, tökülən qanımızın, yurt yuvalarından didərgin düşən soydaşlarımızın intiqamını almışdı. İntiqamımızı alıb, bizim üçün canından keçən igidlərimizdən biri də şəhid Xudayev Yaşar Əlioğludur. Yaşar 1999-cu il noyabr ayının 1-də Quba rayonunun Dağlı kəndində anadan olmuşdur. Qonaqpərvər, mehriban, güləriz Qubalıların bütün xoş xüsusiyyətlərini özündə toplayan Yaşar, yaşadığı kənddə hamı tərəfindən sevilər, hörmət edilərmiş. Təhsilə Quba rayonu Dağlı kənd tam orta məktəbində başlayan Yaşar, qısa müddət ərzində müəllimlərinin də sevimlisinə çevrilir. Müəllimləri Yaşar elə uşaq idi ki, bəzən bizi qəsdən hirsləndirmək istəsə də hirslənə bilmirdi. Onun gözlərində olan həyat sevgisi, qəlbinin təmizliyi, nuru sanki üzünə vurmuşdu deyə xatırlayır. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Yaşar, hərbi xidmətdə nizam-intizamı ilə seçilir. Hərbi haqqında dərin biliklərə sahib ola bilmək üçün tez-tez komandirləri ilə söhbət edər, onlara suallar verər, komandirləri isə Yaşarın bu marağını görüb həvəslə onun suallarına cavab verərlərmiş. 44 günlük vətən müharibəsinin ilk günlərindən cəbhəyə atılan Yaşar, döyüş zamanı komandirlərindən öyrəndiyi bütün taktikaları həyata keçirməyə başlayır. Müharibənin elə ilk günü fərqlənən Yaşar, Kəlbəcərin azad olunmasında xüsusi rol alır. Yaşar Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Kəlbəcərin azad olunmasına görə vətən uğrunda cəsur döyüşçü medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Xudayev Yaşar Əlioğlu Quba Şəhidlər Xiyabanında dəfn edilir.